62 nömrəli çalışmada deyir ki, daxili bucaqlarının cəmi 1800 olan qabarıq çoxbucaqlının tərəflərinin sayını tapın. Dostlar, biz bilirdik ki, əgər ki çoxbucaqlının n sayda təpə nöqtəsi varsa və yaxud tərəfi varsa, o zaman onun daxili bucaqlarının cəmini 180 dərəcə vurulsun n çıxılsın 2 düsturu vasitəsilə tapmaq mümkün idi. Bizə isə daxili bucaqlarının cəmini 1800 verir. Onda mən 180 dərəcə vurulsun n çıxılsın 2-ni 1800-ə bərabər eləyə bilərəm. Buradan n çıxılsın 2-ni tapsaq, 1800 dərəcə bölünsün 180 dərəcə. Elə 180-i ixtisar aparsaq, məxrəcdə 1, surətdə 10. Onu da 1-ə bölsə eləyəcək 10. Deməli, n çıxılsın 2 bərabərdir 10. Buradan da alarıq neçəyə? N bərabərdir 12. 62 olacaq. Cavabımız D variantı. Daha sonra 63 nömrəli çalışmada velosipedçi 24 km bölünsün saat sürətlə gedərək müəyyən məsafəni 1.5 saata qət etdi. Velosipedçi həmin yolu 18 km bölünsün saat sürətlə neçə saata geri qayıdar. Dostlar, bilirik ki, sürətin tapılması düsturu necə idi? Gedilən yolu zamana bölmək lazım idi. Baxın, həmin velosipedçi 24 km bölünsün saat sürətlə 1.5 saat qət edir və həmin yolu qayıdır. Getdiyi yol dəyişmir ki. Deməli, gedilən yol konstantdır, yəni dəyişmir. Onda biz buradan gedilən yolu tapa bilərik. Baxın, birinci gedirsə 24 km bölünsün saat sürətdə 1.5 saatda. Buradan S tapmaq üçün nə edərik? Gedilən yolu, daha doğrusu sürəti gedilən saata vurarıq. Yəni V vurulsun T-yə. Bu da bərabərdir 24 vurulsun 1.5, yəni 2-də 3. Bu da eləyəcək neçə? 36 km. Deməli, həmin velosipedçinin getdiyi yolun uzunluğu 36 km imiş. Bizdən soruşur ki, 18 km bölünsün saat sürətdə neçə saata geri qaydar? Dostlar, bu düsturdan mən gətirib T-ni tapsam, neçə saata geri qayıtdığını tapa bilərəm. Buradan T nəyə bərabər olar? Gedilən yolun sürətə nisbətinə. Dostlar, gedilən yolu nə tapdıq? 36. İkinci qayıtmaq üçün sərf etdiyi sürət nə qədərdir? 18. 18 ilə 36 gedəcək ixtisar. Elə 18-in özünə məxrəcdə 1 qalar, sürətdə 2 qalar. 2-ni də bölsək 1-ə cavab eləyəcək 2, yəni Y variantı. Daha sonra 64-də deyir ki, A-nın hansı qiymətində 3A topla 9 ifadəsinin qiyməti 4A çıxılsın 18 ifadəsinin qiymətindən 3 dəfə böyükdür. Nə etmək lazımdır? Birinci ifadəni ikinci ifadəyə bölüb 3-ə bərabər etmək lazımdır. 3A topla 9, 4A çıxılsın 18. Bölsək bunları bir-birinə bərabər eləyərik 3-ə. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Yəni 3A topla 9-un 1-ə hasili bərabərdir. 3 vurulsun 4A çıxılsın 18-ə. 1-ə hansı ədədə vursaq, hansı ifadəyə vursaq elə özü alınacaq. Yəni sol tərəf olacaq 3A topla 9, sağ tərəfi də 3-ə vurub açsaq 12A çıxılsın 3-ü 18-ə vursaq eləyəcək 54. 54-ü keçirək sol tərəfə, 3A-nı keçirək sağ tərəfə. Onda alarıq 54 topla 9 bərabərdir 12A çıxılsın 3A. 12A-dan 3A çıxsaq neçə eləyəcək? 9A. 54-ün üzərinə də 9 gəlsə neçə eləyəcək? 63. Deməli, 9A 63-ə bərabərdir. Buradan A-nı tapmaq üçün nə eləyərik? 63-ü bölərik 9A bərabər eləyəcək 7. Deməli, A-nın 7 qiymətində bu şərt ödənir. Cavab olacaq Y variantı.